Kəsə salmışlar, bir məlumat diqqətinizə çatdırmaq istəyirəm. Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun hələ də Hollandiyada 3-cü kurs tələbəsi olduğu bildirilir. Bu barədə Oçuq xəbər verir ki, bu barədə Ajans Az saytı məlumat yayıb. Azərbaycan Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun Hollandiyada Wageningen University and Research İnstitutunda təhsil aldığı bildirilir. Məlumata görə o hazırda 3-cü kurs tələbəsidir. Nazir 2024-cü ilin iyulunda Niderlandda səfər edib. Universitet və digər institutlarla tanış olub. Səfər zamanı kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Həmin səfərlə bağlı Məcnun Məmmədov X sosial hesabında, yəni köhnə Twitterdə paylaşım edib. Pakistan Lahor şəhərində yerləşən Lüms Universitetinin rəsmi səhifəsində qeyd olunur ki, Məmmədov hazırda Wageningen University Research and TIAS Business məktəbinin birgə Executive MBA proqramında təhsilini davam etdirir. Bu məlumat 2023-cü ilə aiddir. 2025-ci ildə isə Məmmədovun artıq 3-cü kursda olması gözlənilir. Nazirliyin sözçüsü Vüqar Həsənov bildirib ki, nazir hazırda Hollandiyada təhsil almır. Lakin onun bu təhsilə onlayn və ya əyani formatda qatılıb-qatılmadığı barədə suallar cavabsız qalıb. Bəs görəsən nazirin Hollandiyada təhsil almağa nə ehtiyacı var idi və niyə bu təhsil yarımçıq qaldı?